Salam, Araş şirkətinin sponsorluğu ilə Dərindən Söhbətlər podkastımızın 17-ci bölümündəyik. Bugün də mövzumuz günəşlə bağlıdır. Düzdür, bəli, bir neçə dəfə artıq günəşlə bağlı danışmışıq. Günəşdən və ondan yaranan problemlərdən. Amma mövzu o qədər genişdir ki, hamısını bir bölümdə sığışdıra bilmirik. Ona görə də bu dəfə dedik ki, daha da əhatəli danışaq. Sözü çox uzatmadan artıq qonağımızı təqdim eləmək istəyirik. Bugünkü qonağımız Dermatokosmetik brendlərin birinin medical direktoru Günel Cəfərovadır. Xoş gəlmisiniz Günel xanım. Necəsiz? Çox sağ olun. Təşəkkür edirəm öncəliklə dəvətiniz üçün. Gəlin ilk öncə sizi tanıyaq. Mən Günel Cəfərovam. Bu sahədə 16 ildən çoxdur çalışıram. Peşəmin son 7 ilini dermatokosmetik sahədə çalışıram. Tanınmış şirkətlərin birində medical direktor vəzifəsindəyəm hal-hazırda. Əla, təşəkkürlər. Hazırsınızsa başlayaq. Başlayaq o zaman. Günel xanım, iyul ayı UVA şüalarının qorunma ayıdır. Biz daha əvvəldə günəşdən qorunma ilə danışdığımız üçün bu dəfə də istədik fərqli bir mövzuya toxunaq. UVA və UVB şüalarını hər yerdə görmüşük və sosial şəbəkələrdə və yaxud da sadəcə hansı günəşlə bağlı araşdırmada qarşımıza çıxıb. Amma əminəm ki, çox insan heç bunların fərqini də bilmir. İzləyicilərimizin başa düşəcəyi dildə UVA və UVB şüaların nədir və onların fərqləri nədir? Bizə izah eləyə bilərsiniz? Əslində çox gözəl mövzuya toxundunuz. Hər zaman bu sualla biz rastlaşırıq. Hətta treninqlərimizdə belə də bu mövzudan rastlaşmış oluruq. UVA və UVB şüaları. Bunlar hər ikisinin günəşin zərərli şüalarıdır. Lakin bir-birlərinə fərqlənirlər. Təsir etmə dərəcəsinə görə, nanometrinə görə tam fərqlidirlər. UVB şüaları desək, tam fərqli olaraq, yəni hər kəsin başa düşəcəyi bir dildə deyəcəm ki, UVB şüaları epiderma səviyyəsində təsir göstərir. Buna yalnız günəş yanıqları səbəb ola bilir və nadir hallarda dəri xərçənginə qədər gətirib çıxara bilər. Amma UVA şüaları isə dərinin daha dərin qatlarına nüfuz etdiyi üçün bu artıq daha təhlükəli sayılır ki, hansı ki bundan qaynaqlanan pigment ləkələri ola bilər və yaxud da digər dəri xərçəngi ola bilər və başqa faktorlarla biz rastlaşmış oluruq. Ona görə UVA şüaları daha təhlükəlidir və fərqi də bundan ibarətdir. Bəs UVC nədir? Yəni düzünü desəm, infraqırmızı şüalara aiddir. O daha təhlükəli şüalardır, UVC şüaları. Təhlükəli sayıldığı qədər də bir şeyi nəzərinizə çatdırım ki, yer səthinə çatmır. Ona görə bizim üçün ən əsas önəmli olan UVB və UVA şüalarından qorunmamızdır. Elə mən də onu deyəcəkdim ki, məsələn, SPF seçəndə həmişə adətən deyirlər ki, UVA və UVB-yə fokuslanmaq lazımdır. Çox fikir verməmişəm ki, kimsə desin UVC-yə də diqqət etmək lazımdır. Düz vurğuladınız. Ümumiyyətlə SPF-lərin üzərində əsas UVB və UVA yazılır və ən əsas da bir SPF seçərkən UVB-dən çox UVA-ya, yəni nəzər yetirməlisiniz ki, UVA-sı nə qədər yüksək olarsa, qorunması bir o qədər yüksəkdir. Hətta fikir versəniz, SPF-lərin üzərində PA göstəricisi var ki, bu qorunma faktorudur. Orada o plusların işarəsi nə qədər çox olsa, qorunması da bir o qədər yüksəkdir. Bu UVA işarədir. UVB məsəl üçün 30 ola bilər. Bu o demək deyil ki, onun qoruyuculuğu azdır. Sadəcə olaraq qutunun üzərində və yaxud da SPF-in tubikin üzərində UVA-nın göstəricisinə əsas önəm verməlisiniz. Ləkəyə səbəb olan şüa UVA şüasıdır. Çünki UVA şüası, dediyim kimi, dərinin daha alt qatlarına keçdiyi üçün orada melanositləri aktivləşdirir və melanin sintezi daha çox olur. Melanin sintezi də ləkə yaranma prosesinə, yəni tətikləyə proseslərdən biridir. Onun üçün həmişə UVA-sı yüksək olanı seçmək lazımdır. Çünki ləkəyə birinci yaranma səbəbinə, yəni yaranmasının qarşısını alması üçün UVA-ya nəzər yetirməliyik. Bəs günəş ləkələri dərhal yaranır və yaxud da bir müddət sonra. Məsələn, bir çox qadın deyir ki, yayda üzümdə ləkə yox idi, payızda daha çox gördüm. Ola bilər ki, bu ləkələr yayda yaranır, amma daha sonra üzə çıxır. Ləkələr mütəmadi olaraq, yəni əslində birdən-birə düşən ləkələr olur. Sadəcə olaraq biz onu gözlə görmürük. Daha cüzi görsənir. Yəni daha üst səthdə olduğu üçün biz onu diqqətlə baxdıqda görə bilirik və yaxud da ki, dermatoloq müayinəsində olan zaman görürük, amma zaman keçdikcə bu ləkələrin tündləşməsini insan özü-özündə, yəni artıq fərqində olur ki, məndə ləkə yaranıbdır. Yəni bu bir dəfəyə, yəni ola bilər ki, bir neçə gün ərzində
yəni aktiv günəş şüası altında olarsansa və yaxud da dərin əgər lap da ləkələnməyə meyllidirsə, bu daha təhlükəli hesab olunur. Yəni ona görə mütləq şəkildə ilk gördüyünüz anda, bunun fərqinə vardığınız anda mütləq şəkildə dermatoloqa müraciət etməlisiniz. Bir dənə də sualım var sizə. Mən fikir vermişəm ki, yəni öz üzərimdə fikir vermişəm ki, zədələnmiş dəridən sonra artıq sağalma prosesi bitəndən sonra, bəlkə də elə bir müddət sonra həmin yaranın ətrafında da daha çox tündləşmə gedir və ümumiyyətlə dermatoloqların məsləhət gördüyü bir şey var ki, günəşdən qoruyaq. Bəs onda belə çıxır ki, biz zədələnmiş hər nahiyə sağalandan sonra SPF çəkməliyik mütləq şəkildə. Zədənin dərəcəsinə baxır. Yüngül zədə ola bilər, ağır zədə ola bilər. Bu travmanın dərəcəsinə baxır. Bəli, zədələnmiş dəridən sonra hiperpigmentasiya yaranma riski çox olur. Çapıqlaşma yaranır, həmin nahiyədə hiperpigmentasiya yaranır və bunun üçün nəzərdə tutulmuş SPF tərkibli eyni zamanda hiperpigmentasiyanı önərici kremlər tövsiyə olunur. Mütləq şəkildə yəni istifadə olunmalıdır. Yəni bu dərinin regenerasiyasına baxır. Elə dəri var ki, tez bir zamanda regenerasiya olur, bir o qədər də pigmentasiyanı biz orada görmürük, amma gec bərpa olunan dərilərdə bəli, pigmentasiyanı, çapıqlaşmanı biz müşahidə eləyirik. Bu hər dərdə belədir, yoxsa sırf Yox. ləkəyə meylli dərlərdir? Məndə- Bu individual təşkil eləyir, belə deyək də mövzu. Yəni ləkəli dərilər. Ləkələnməyə meylli dərilər, regenerasiyası Çətin çətin başlanır. olan dərilərdə bu daha tez-tez, daha sıx rast gəlinir. Yəni sırf sağalandan sonra sırf yəni yara yerinin qıraqları Mütləq çapıq olsun, şəkildə, qıraqlarında bəli, daha o- tündləşmə gedir. Ona görə məsələn adi istər əməliyyat izləri, istər başqa yara Düzdür. izlərini günəşdən qorumağa tövsiyə eləyirlər. Həm çapıq əleyhinə, məsəl üçün elə məhsullar var ki, onun həm çapıq əleyhinə eyni zamanda yanaşı olaraq yanında SPF qoruyucu faktoru var. Yəni ikisi birində istifadə etdikdə bunları qarşısını önləyici təsir göstərmiş oluruq. Bəs ləkəyə meylli olan insanlar SPF seçərkən daha çox hansı məqamlara diqqət yetirməlidirlər? Bir də onların xüsusi günlük rutinləri necə olmalı? Belə bu şəkildə də deyə bilərəm. Bəli, ləkəli dərilər özünə SPF seçərkən xüsusi diqqət etməlidir. Çünki bu artıq spesifik qrupa aid olunur ki, ləkəli bir dəridirsə, burada ləkə müxtəlif cür ola bilər. Post aknedən sonra yaranmış ləkə ola bilər, melazma ola bilər, xilazma ola bilər. Yəni ləkənin müxtəlif növləri vardır. Bu artıq spesifik qrupa aid olduğu üçün bu kremləri seçərkən daha diqqətli olmalıdır ki, burada artıq UV-sı daha yüksək, hətta infrared, infraqırmızı şüalara qarşı, mavi spot işıqlarına qarşı davamlılığı olan bir günəş qoruyucusu seçməlidir. Və eyni zamanda içəriyi mineral olsa daha gözəl olar ki, daha effektli, daha yaxşı təsir göstərmiş olar. Düzdür, günəş qoruyucusu biz hər zaman deyirik, ləkəni, yəni bu ləkə kremi deyil. Çox zaman yəni SPF kremi alarkən düşünürlər ki, mən SPF-i çəkdim, ləkəm açılacaq. Əsla belə deyil. Sadəcə olaraq var olan ləkələrin qismən açılmasına və yeni yaranacaq ləkələrin qarşısını alınması üçündür. Bəs rutində nələrə üstünlük verməlidir? Sırf Rutin- ləkəyə meylli dərlər. Ləkəyə meylli dəridirsə və yaxud da artıq ləkə prosesi varsa, təbii ki, ləkə müalicəsi almalıdır bir dermatoloq tərəfindən. Bu lazer prosedurları ola bilər, inyeksiyon prosedurlar ola bilər, dərman vasitələri ola bilər. Lakin rutinə gəldikdə nə cür rutin seçilməlidir? Təbii ki, əgər müalicəsi dayandırılıbsa, məsələn, indi hal-hazırda bildiyimiz kimi yay mövsümüdür. Yay mövsümündə bu müalicələrə bir fasilə verilir. Bu fasilə zamanı artıq bu ləkəli dərinin bir rutini olmalıdır. Burada yucu vasitəsi, nəmləndirici kremi, kremin tərkibində SPF olması, əlavə bir SPF kremi, eyni zamanda gecə serumu, gecə kremi artıq bu tam pigmentasiya əleyhinə ola bilən bir vasitələr olmalıdır ki, bu artıq onun tam rutin şəklində. Düzdür, yayda çalışırıq ki, minimum məhsullardan istifadə eləyək öz rahatlığımız üçün. Bu ən azından bir təmizləyici vasitə, SPF və əgər istərsə serum istifadə oluna bilər. Bəs ləkə yarandıqdan sonra evdə hər hansısa kremlə o ləkəni aradan qaldırmaq mümkündür ya yox? Məsələn, sosial şəbəkələrimizdə biz çox görürük bu videoları. Möcüzəvi krem, bir həftəyə ləkə aparma və başqa bir başlıqlı videolar çıxır qabağımıza. Bəs bunlar nə qədər realdır? Mən deyərdim ki, bir həftəyə ləkəni aparır. Bu sadəcə bir mifdir. Yəni bilirik ki, ləkə özü yaranması,
yaranma səbəbləri də müxtəlifdir. Ləkənin yaranma səbəbləri bu hormonal ola bilər, genetik ola bilər, UV şüalarının təsirindən ola bilər. Yəni müxtəlif faktorları vardır. Ona görə ləkə müalicəsi biraz uzun müddətli, bir səbr tələb eləyən bir prosesdir. Bir həftəyə aparması biraz absurd sayıla bilər. O sadəcə olaraq tezə düşmüş hardasa bir hiperpigmentasiya ola bilərsə, cüzi hər hansı bir krem, ləkə açıcı kremlər onun tonunu aça bilər. Amma bu o demək deyil ki, ləkə getdi. Ləkənin yenə də dərəcəsi dərinliyindən asılıdır. Yəni çətin müalicəyə tabe olan ləkələr vardır. Onun üçün mütləq şəkildə dermatoloji müayinələr, onun prosedurlar olmalıdır və eləcə də qulluq rutini olmalıdır. Yəni bu bir həftəyə gedəcək bir proses deyil. Bəs ümumiyyətlə Günel xanım, sizcə pasientlər, ümumiyyətlə insanlar, üzündə ləkəsi olanlar hansısa kremi öz başına seçə bilər, yoxsa yox? Yəni gedib bir dəfə dermatoloqa, bilir bunda hansı ləkə problemi var və onun əsasında gedib hər dəfə özü ləkə kremini dəyişə bilər. Bəli, əgər dermatoloqda olmusunuzsa, artıq bu prosesi bilirsinizsə, həkiminiz sizə təyin eləyibsə hər hansı bir məhsulu və son zamanlarda şükür Allah, yəni bu internet, sosial şəbəkələr, ümumiyyətlə bu süni intellekt, hər kəs yazıb, yəni oradan məhsulun tərkibi haqqında, yəni daha belə bilgilər ala bilir və hər kəs bu son vaxtlarda daha çox bilgi sahibinə malikdir. Özünüz araşdırıb da baxa bilərsiniz, amma bəzi nüanslar var ki, məsəl üçün ləkə əleyhinə olan turşu tərkibli məhsullar var ki, təbii ki, bu mütləq dermatoloq nəzarəti altında siz onu istifadə edə bilərsiniz. Çünki dərinizdə hər hansı bir aşınmaya səbəb ola bilər. Məsələn, yayda siz turşu tərkibli məhsul istifadə etsəniz, burada artıq başqa bir fəsadlara yol aça bilər. Ona görə yaxşı olardı ki, müəyyən məhsulları, müəyyən dərman vasitələrini seçərkən mütləq həkiminizlə məsləhətləşməlisiniz. Amma gündəlik baxım, rutin, kremlər bunu konsultat olaraq aldığınız o brend səhifələrdən də məsləhətləşərək ala bilərsiniz. Ümumiyyətlə insanlar UV şüaları deyəndə həmişə ağıllarına gəlir ki, ancaq dənizdə, çimərlikdə falan bu şəkildə məruz qala bilər. Düşünmürlər ki, normal gündəlik şəhər həyatında da bu şüalara məruz qala bilərlər. Ümumiyyətlə Azərbaycanda, yəni öz ölkəmizi nəzərə alsaq, bizim ölkəmizdə insanların hansı həyat tərzi, hansı vərdişləri bu problemlərə səbəb ola bilər? Bəli, düzdür, yay mövsümüdür. Çimərliklərdə, dənizdə daha çox günəşlə təmasda oluruq. Daha çox vaxtımızın çox hissəsini günəş altında keçiririk. Bu da müəyyən pik saatlarda bizim üçün zərərli ola bilər. Amma bu o demək deyil ki, biz UV-ya, UVB şüalarına yalnız dənizdə, çimərlikdə məruz qalırıq. Bu yanlışdır. Hətta ofis şəraitində çalışan belə bir işçi UV şüalarına da məruz qalır. Çünki UV pəncərə şüşəsindən də belə keçə bilir içəri. Və yaxud da ki, işlədiyimiz kompüter arxasında gördüyümüz spot işıqlar belə o bizim UV riskini artırır. Yəni dəridə daha doğrusu desək, ləkə yaranma riskini artıra bilir. Yəni o demək deyil ki, yəni qapalı şəraitdə oturmuşam və yaxud da ki, işə getmirəm, evdəyəm, SPF istifadə etmirəm, mən heç bir şüaya məruz qalmıram. Bu yanlış informasiyadır. Ev şəraitində olsa belə də mütləq şəkildə o pəncərədən biz o günəş şüasını alırıq. Eləcə də dənizdə bununla və yaxud da ki, açıq havada çalışan bir insandırsa, mütləq şəkildə təması daha çox olur UV-ya, UVB şüasına. Ona görə hər bir halda istənilən şəraitdə mütləq şəkildə SPF-dən, günəş qoruyucu kremdən istifadə olunmalıdır. Bəs belə bir sual verim. Məsələn, günəşlənməyə gedərkən istifadə etdiyimiz yağlar var ki, onların da bəzilərinin tərkibində SPF var, bəzilərində yoxdur. Başa düşürəm ki, yəni şüalardan qorunmaq üçün və yanıq almamaq üçün SPF tərkibində mütləq şəkildə olmalıdır. Amma belə bir sualım var. Hansı? Çünki gördüyümüz yağlarda fərqli-fərqli rəqəmləri yazılır. Biz nəyə diqqət yetirməliyik onda? Bax, əgər biz dediyiniz o yağlardan istifadə ediriksə, içərisində SPF faktoru olanda, orada baxırıq biz 15, 30, 50 kimi SPF faktoru. Normalda 30 SPF faktoru olanda yağdırsa, orada həm sağlam şəkildə həm günəşlənə bilirsən, həm zəqar ala bilirsən və eyni zamanda da bizi günəşin zərərli şüalarından qorumuş olacaqdır. Yəni günəş yanığından ən azından, yəni uzanıb çimərlikdə əgər biz günəşləniriksə, günəş yanığından xilas olmuş olacağıq. Və çalışmalıyıq ki, yəni daha çox əgər dərimizə zərər olmasın deyə 50 SPF faktorundan da istifadə edə bilərik. Və bir şey də deyim, yəni bununla da rastlaşıram ki, əgər mən SPF istifadə edirəm,
onda məndə D vitamini sintez olunmayacaq. Mhm. Yəni bu sualla da rastlaşırıq. Aa, bəli. Bunlar bir-birindən heç bir əlaqəsi yoxdur. Biz günəş şüasının altında SPF çəksək də, çəkməsək də D vitamini orqanizmdə sintez olunacaqdır. Bunun SPF-in heç bir maneçilik törətmir, yəni D vitamini sintez olunmasına. Amma çox vaxt belə düşünürlər də, günəş şüaları dərimizə dəyir və qayıdır. SPF onu dəriyə O hopdurmur. sadəcə olaraq dərimizi qoruyur, zərərli şüalardan qoruyur. Yəni onun vitamin D sintezi ilə heç bir əlaqəsi yoxdur. Mhm. Bir də belə bir sual verim onda SPF-dən danışmışkən. Məsələn, bəzi insanlar, nə yalan deyim, mən də arada bir elə düşünmüşəm ki, yəni tərkibində SPF varsa, yəni bronzlaşma olmur. Yəni bu doğrudur, yoxsa sadəcə o tərkibindəki SPF dərimizi qoruyur? Belə deyək, əgər yüksək faktorlu qorumadırsa, təbii ki, siz az bronzlaşacaqsınız. Əgər daha biraz az UVB belə deyək də filtrli olan SPF-dən istifadə etsəniz, onda bronzlaşmağınızı daha da belə deyək də optimallaşdıracaq sizin üçün. Məsələn, var elə vasitələr ki, içərisində həm belə deyək quru yağdır, sprey formasında məsəl üçün istifadə olunur daha çox. İçərisində 30 SPF-lə yetərlidir artıq. Həm bronzlaşırsan, həm də günəşin mənfi təsirlərindən qorunursan. Biz bayaqdan danışırıq ki, UV şüaları ümumiyyətlə dəridə pigment ləkələri yaradır. Amma əgər bir insanın aknedən qalma ləkələri varsa, bu günəş UV şüaları həmin ləkələri daha da ağırlaşdırırmı, yoxsa necə? Hər bir halda artıq bunda pigment ləkələri düşüb və akne müalicəsi alıb, buna post akne ləkələri deyirlər, ləkələri var və eyni zamanda məsələn aknesi olan biridirsə, aktiv aknesi məsəl üçün söhbət gedirsə, SPF seçərkən məsələn tam maksimum qoruma UVA-sına nəzər yetirməlidir. UVB-si aşağı olsa olar, çünki nisbətən akneli xəstə bronzlaşması daha uyğundur. Çünki günəş şüasının nisbətən alması aknesinin qurumasına yardımcı olacaqdır. UVA-sı yüksək olsun, UVB-si məsələn 30 da olsa, yəni SPF faktoru normal sayılır, yəni. Əsas UVA-ya diqqət etməliyik. Bir də PA qoruyucusuna. Bu çox önəmlidir ki, yəni SPF-lərin üzərində alarkən buna çox diqqət edilməlidir. Bəs rozaseyalı xəstələrdə necə olur? Aa, Və ya damar xəstələr- mənşəli problemlər də olanda. Yayda daha çox bundan üzləşirik. Çünki yayda rozaseya şiddətlənir. Nəinki yayda, qışda da soyuq aylarda da bunu Bəli, müşahidə bəli. edirik. İstidən soyuğa, soyuqdan istiyə keçdikdə bunun şiddətlənmə flashing dönəmləri olur ki, rozaseyada da onun spesifik günəş qoruyucusundan istifadə etməlidir. Eləcə də qulluq kremlərindən istifadə etməlidir və rozaseyası olan bir insan uzun müddətli aktiv günəş şüaları altında qalmaması tövsiyə olunur. Uzun müddət deyəndə hansı müddət? Yəni maksimum nə qədər vaxt keçirə bilər günəş altında? Günəş altında biz bilirik ki, günəşin ən pik saatlarında Anladım, hər kəsə dörd tövsiyə arası. olunur ki, yəni o saatlarda günəşlənməsin. Amma qeyri qalan saatlarda, yəni fasilələrlə günəşlənə bilər. Onun bir saat limiti yoxdur, düşünürəm. Bəs bayaq dedinizsə, aknedə UVA-ya fikir verməlidir, o daha çox olsun. Bəs rozaseyada necə olmalıdır bu? Rozaseyada da eyni. UVB-si UVB-si 50 normal sayılır. Ümumiyyətlə ümumdünyada, yəni belə deyək də, Ümumdünya Səhiyyə Təşkilatında 50 SPF faktoru normal hesab olunur. Bəzən məsəl üçün digər 70, 80, 100 var. Yəni bilirik ki, bunlar arasında fərq faizi çox cüzidir. Normalda standartlarda, Avropa standartlarında 50 SPF faktoru yetərlidir. Eləcə də rozaseya pasientləri üçün, yəni 50 qoruma faktoru və içəriyinə xüsusi diqqət olmalıdır ki, bu SPF həssas, reaktiv, kuperozlu dərilər üçün nəzərdə tutulub. Yəni spesifik bir seçimi olmalıdır. Günəşin ən böyük təsirlərindən biri də qocalmadır. Günəş qocalmasıdır. Foto qocalma. Bəs bu günəş qocalması bizim dərimizdə necə təsir göstərir? Qocalma iki cür olur. Foto yaşlanma, bir də fizioloji qocalma. Fizioloji qocalma bu sürətli bir proses deyil. Yavaş-yavaş hiss olunmadan gedən bir prosesdir. Amma foto yaşlanma elə bir prosesdir ki, biz bunu, yəni uzun müddətli, qısa müddətli günəş altında çox günəş şüasına məruz qalındıqda, günəşin ən pik vaxtlarında, günəşli ərazidə qalırıqsa və yaxud da çalışırıqsa, SPF istifadə etmiriksə, o halda foto yaşlanma sürətlənir. Və foto yaşlanma dedikdə nədir? Foto yaşlanmaya səbəb olan faktor UVA şüasıdır. UVA şüası daha dərin qatlara nüfuz etdiyi üçün qatda olan, dərinin daha dərin qatlarında olan, belə deyək, kollagen, elastin sintezinə
birbaşa olaraq təsir göstərir. Onları zədələdiyi üçün, kollagen elastin sintez olunmadığı üçün bu yaşlanmaya gətirib çıxarır və biz bunu foto yaşlanma kimi dəyərləndiririk. Hansı ki, üzdə qırışlar, dəridə bir solğunluq, dərinin parlaqlığının itməsi, bu hamısı foto yaşlanmaya səbəb olur. Onun üçün də yenə də günəş qoruyucusunu seçərkən buna diqqət etməliyik ki, sırf tərkibləri, içərikləri foto yaşlanmaya aid olsun. Günel xanım, bir şey də deyim, insanların çoxu buna inanmır əslində ki, günəş adamı qocaldır. Buna özünüzdən bir nümunə çəkə bilərsinizmi? Doğrudan da günəş bu hallarda qocaldır insanı. Günəş qocaldır adam. Məsələn, bir misal çəkək. Məsələn, kənd şəraitində yaşayan bir insandır. Heç SPF-dən anlayışı yoxdur, istifadə etmir. Baxırsan ki, cavan yaşlı bir xanımdır. Amma uzun müddətli kənd həyatı sürdüyü üçün, daha çox açıq havada, daha çox bu aktiv həyat işlədiyi üçün biz onun dərisində qurunmalar, qırışlar, bəlkə də müşahidə etmisiniz, siz bunu görmüsünüz. Dərisi daha nazik olanlarda bu daha tez, yəni baş verir. Dəri yağlı olanda bu bir plusdur ki, yaşlı dəri Üstündən. biraz, yağlı dəri biraz gec yaşlanır. Foto yaşlanmanı məhz həmin onlarda müşahidə etmək olur. Məsələn, mən özüm də şahid olmuşam ki, məsəl üçün eyni yaşdır, amma baxıram ki, çox yaşlı görsənir üzü. Araşdırıb baxanda görürsən ki, dediyim şəraitdə yaşayır və heç bir günəş qoruyucusu haqqında da anlayışı yoxdur və istifadə etmir. Və ya açıq havada işləyənlər. Açıq havada uzun müddət yəni çalışan biridirsə, görə bilirik foto yaşlanmanı. Bu birbaşa olaraq onsuz da müəyyən bir yaşdan sonra orqanizmdə kollagen elastin sintezi zəifləmiş olur. Amma biz bunu daha sürətləndiririk. Yəni o zamanı çatmamış, onu daha Daha tez UV şüalarının təsirindən zədələyirik və bu da nəticədə foto yaşlanmaya səbəb olur. Günel xanım, bəs SPF-i hansı yaşdan etibarən istifadə eləmək lazımdır? Və belə bir sual verim. Əgər artıq insanda günəşlə bağlı qocalma yaranıbsa, artıq ondan sonra onun SPF istifadə eləmək onun üçün bir xeyri olacaqmı, yoxsa artıq mənasız olacaq? SPF-in yaş faktoruna gəldik. Hər yaşda SPF istifadə oluna bilər. Hətta körpə uşağı belə günəşin altına çıxardıqda mütləq şəkildə SPF-dən qorumalıyıq. Təbii ki, uşaqlar üçün nəzərdə tutulmuş günəş qoruyucu kremlər tam olaraq orqanik tərkibli olmalıdır. Onların baryera səviyyəsində təsir göstərməlidir, dəri baryerasını qorumalıdır. Mütləq şəkildə yəni istifadəsi lazımdır. Düzdür, lap körpəni günəş şüaları altında aktiv şəkildə qoymasaq da, hətta kölgədə belə UV şüalarına məruz qalır. Ona görə istifadəsi belə deyək də 0 aylarından da, yəni bir neçə aylığından da, yəni əgər açıq havada gəzdiririksə, mütləq şəkildə istifadə olunmalıdır. Ümumiyyətlə günəş qoruyucuların fəsli və yaşı olmaz. Hər fəsildə istifadə olunmalıdır. Düzdür, bu mədəniyyət bizdə bir o qədər də tam 100% formalaşmır, amma nədənsə insanlar yay gələndə yadlarına düşür ki, SPF almalıdır. Amma heç də belə deyil. İlin bütün fəsillərində SPF istifadə olunması tövsiyə olunur hər kəsə. İstər ləkəli dərilər, ləkəli dərilər xüsusilə buna diqqət etməlidir. Onlar daha həssas yanaşmalıdır bu mövzuya. Digərləri isə hər zaman yəni bunu ayrılmaz bir hissəsi, bir rutini kimi istifadə etməlidir. O ki, qaldı foto yaşlanma əgər baş veribsə bunun qarşısını almaq olar. Heç vaxt heç nə gec deyil. Bu proses gedirsə, başlayıb SPF-ni istifadə eləyə bilər ki, daha da üstələməsin, qarşısını alsın ən azından, dərisinə olmasa bir parlaqlıq, bir canlılıq bəxş etsin, dərisini ondan sonraki etaplarda qorumuş olsun. Bu fizioloji qocalma deyil, foto yaşlanmadır sonuçta. Həmin onun üzünə düşən qırışları da mütləq şəkildə bərpa etməsi üçün mütləq prosedurlar olunmalıdır. Və ondan sonra da SPF-ni düşünürəm ki, davamlı şəkildə istifadə etməlidir. Bəs belə bir sual verim. Məsələn, SPF-i səhər-səhər bir dəfə vursaq kifayət eləyir, yoxsa təkrar-təkrar eləməliyik və nə qədər müddətdən bir? SPF istifadəsi, bunu hər adam riayət eləmir buna. Bilirəm ki, mən özüm də şahid olmuşam ki, yəni bir səhər üzünə çəkdi SPF çıxdı. Edə bilmirik. Yəni baş qarışır, SPF istifadə etmir, amma düşünürəm ki, bunu hər kəs etsə daha yaxşı olar. 2-3 saatdan bir SPF faktorunu aşağı UVB-nin, yəni faktorun 30-50-sindən asılı olmayaraq hər 2-3 saatdan bir SPF yenilənməlidir. Hələ də bu ləkəli dəridən söhbət gedirsə, onlar
ümumiyyətlə xüsusi olaraq buna diqqət göstərməlidir. Amma makyajın üstündən çox vaxt belə yeniləmək olmur axı. Makyajın Uzun Makyaj üstündən istifadə etməyin. Makyaj üstündən məsələn, əgər tonallı bir SPF istifadə eləyirsinizsə, onu məncə yeniləmək çox rahat olur. Məncə də. Üstündən bir neçə saatdan bir yeniləmək olur. Məsələn, mən özüm istifadə edirəm, yeniləyirəm. Və yaxud da əgər tonallı deyil, rəngsiz olaraq SPF-lərə istifadəsinə üstünlük verirsinizsə, üstündən də makyaj etmisinizsə, özünüzün makyaj malzemələrinizdən belə deyək, o halda bunun üçün yəni aerozol formasında SPF-lər Spray var ki, formasında. yəni onlardan istifadə eləyə bilərsiniz. Bir də bir şey soruşum. Bu SPF-i təzələməyə toxunmuşkən, bu təzələyəndə və yaxud da SPF-i təkrar-təkrar istər-istəməz, yəni 2 saatdan bir eləməliyik. O öncə vurduğumuz SPF-i təmiz yumalıyıq, yoxsa üstündən istifadə eləyə bilərik? Yox, üstündən istifadə eləyə bilərsiniz. Bəs ləkəyə meyilli olan dərilər hansı tərkibdə məhsulları istifadə etməlidir? Onların bir xüsusi tərkibi olmalıdır, yoxsa hamısı eynidir? Yox, fərqlidir. Çünki məsələn, akne üçün tam başqa tərkibli məhsullar istifadə oluna bilər, ləkə üçün tam başqa məhsullar istifadə oluna bilər. Ləkəyə meyilli və yaxud da ləkəli dərilər üçün qulluq rutinindən söhbət gedirsə, məhsullardan söhbət gedirsə, təbii ki, mən dərman vasitələrindən bəhs etmirəm. Burada istifadə oluna biləcək tərkiblər niasinamid ola bilər, vitamin C, retinol, glikolik asid, azialik asid, yəni bu kimi tərkiblərdən istifadə oluna bilər. Və bir şey də deyim ki, əgər turşudan istifadə olunursa, mütləq şəkildə buna xüsusi diqqət edilməlidir ki, ilin hansı fəslində istifadə edəcək. Adətən, yəni bu turşu tərkibli məhsullardan məsləhət görülür ki, payız və qış mövsümlərində istifadə olunsun. Belə bir sual verim. Məncə məndən başqa da bu sualı düşündürən bir insanlar var. Bütün ləkələrə aiddir, yoxsa yox? Məsələn, gözaltı qara ləkələri olan insanlar var. Yəni o da retinol tərkibli məhsul istifadə eləsə, onun yəni müalicəsi, demirəm tam ağarması ola bilər. Bəli, ola bilər. Retinolon təbii ki, aşağı faizli dozları var ki, gözaltı üçün nəzərdə tutulub, onu istifadə eləyə bilər. Gündəlik, gün aşırı, hətta isti mövsümlərdə belə onu rahatlıqla istifadə eləyə bilər. Və retinol bilirik ki, həm qırış əleyhinə, eyni zamanda da ləkə əleyhinə təsir göstərir. Bir də Günel xanım, bayaq siz dediniz ki, ləkənin yaranmaması üçün davamlı olaraq SPF istifadə etmək lazımdır. Amma bəzən adamlar deyir ki, yəni bəzi istifadəçilər, mən SPF vaxtında istifadə edirəm, yay-qış, amma yenə də üzümdə ləkələr yaranır. Bunun səbəbi nədir bəs? Bunun səbəbi artıq onda var olan ləkələrin dərinliyindən asılıdır. Düşünürəm ki, yəni ləkəsi artıq yəni çətin müalicəyə tabe olandır ki, hansı ki o artıq günəş kremləri olsun, baxım vasitələri olsun, onlardan istifadə etdikdə belə ona heç bir təsiri olmur. Ya düzgün məhsul seçmir, ya düzgün tərkib seçmir. Mütləq şəkildə dermatoloqun tövsiyəsi olmalıdır ki, o müayinəsindən sonra bilməlidir ki, burada ləkənin hansı növü, hansı tipidir ki, ona uyğun molekulanı seçsin, sizə təqdim etsin və yaxud da ki, çətin, dərin ləkə tipidirsə, artıq heç bir belə deyək də müalicəyə tabe olmur. Onun üçün mütləq şəkildə hər hansı bir lazer prosedurları yəqin ki, tövsiyə olunmalıdır. Belə bir sual verim. Yəni bildiyim dermatokosmetik brendlərin xüsusi hər dəri probleminə uyğun lineykaları var və onlarda məhsul həddindən artıq çoxdur. Yəni nəticənin tam olması üçün onların hamısını istifadə etmək mütləqdir, yoxsa hər hansınısa bəzilərini, yəni ən önəmli olanları istifadə etmək lazımdır? Pigment bir dəridir və yaxud da ki, həssas bir dəridir. Orada məhsul sayı çoxdur. Düz vurğuladınız. Yəni şərt deyil ki, onun hamısını alsın, istifadə eləsin. Əsas vacib olanları hansılardır? Təmizləyici, serum və SPF-ni mütləq şəkildə yəni ala bilər. Və yaxud da ki, 3 məhsuldur seçim olaraq və yaxud da 4 məhsuldur, ən azı onun ikisini almalıdır. Məsələn, gecə kremi, gündüz kremi və yaxud da ki, gecə serumu ilə gündüz kremi içərisində mütləq SPF olmalıdır. Yəni bunlara xüsusi diqqət etməlidir. Artıq rutinini özü seçməlidir ki, mən hansını alsam daha uyğun olar mənə. Əgər belə deyək də imkan varsa onun hər birini alıb istifadə edə bilər rutinində. Yəni ən minimumu məsəl üçün o seçimdən ikisini seçməlidir, istifadə etməlidir. Belə bir şey sual vermək istəyirəm. Düzdür, günəşə aidiyyatı yoxdur, amma məsələn gecə-gündüz kremi. Gecə-gündüz kreminin fərqi nə olur? Yəni
gündüz kremini də bir dəfə məsələn səhər vursaq, yəni yeniləmirik də. Çox redki insan olar ki, yəni nadir hallarda onu yeniləyirlər. Gecə kremi də həmçinin. Bəs yəni gündüz kremini gecə istifadə eləsə heç bir təsir görməyəcək. Bəzi kremlərdə gündüz-gecə kremi eynidir. Yəni səhər və axşam biz onları vurğulayırıq ki, həm səhər, həm axşam istifadə eləyə bilər. Amma bəzi hallarda gecə kremi ilə gündüz kremi fərqlənir. Niyə görə? Çünki gecə kremlərinin içərisində xüsusi tərkiblər olur ki, həmin o tərkiblər gecə boyunca dərimizin regenerasiya prosesini sürətləndirməni daha çox dəstəkləyir. Eləcə kollagen, elastin sintezini dəstəkləyir. Ona görə daha çox bu proses biz gecə yatınca bunlar baş verdiyi üçün dərimizdə bu mexanizmlər, ona görə onu gecə vurulması tövsiyə olunur. Yəni sırf onların tərkibinə görə onları Bəli. gecə-gündüz ayırırlar. Tərkibinə görə ayıra bilərlər və yaxud da ki, tərkib olaraq elə bir unikal bir krem seçə bilərik ki, onu həm səhər, həm axşam istifadə edə bilərik. Məsələn, pigment üçün olan bizim məhsulumuz var ki, gündüz kreminin içərisində SPF-i var, amma gecə kreminin içərisində xüsusi kollagenlər var, epidermaktiv patenti var falan filan bu şeylər var ki, onlar gecə boyunca bizim hüceyrə yenilənməmizi dəstəkləyir. Yəni onun üçün hər dərimiz yenilənməsi, dərimizin yenilənməsi bilirik ki, onsuz da minimum 28 gündən bir olur. Ona görə məsəl üçün hətta ləkə əleyhinə olan vasitələri istifadə etdikdə mən bir ay istifadə etdim, heç bir nəticə görmədim. Əlbəttə nəticə görməyəcəksən. Çünki ən azı bu məhsulu 3 ay, 4 ay istifadə etməlisən. Çünki dərimizin yenə dediyim kimi yenilənməsi, bu epidermanın yenilənməsi 28 gündən bir təkrarlanır. Və əgər ləkə üst səviyyədədirsə, bunu daha tez görmək olur. Amma daha dərin qatlardadırsa, biz artıq bunu uzun müddətli, uzun bir vadidə biz bunu istifadə etməliyik. Bu da səbir tələb edir. Məhsullardan danışmışkən belə bir sualım var. Bir də var günəş allergiyası. Ümumiyyətlə günəş allergiyasına qarşı hansısa dermatokosmetik məhsullar varmı? Bəli, günəş allergiyasına qarşı bu daha çox birinci fototip olan insanlara aiddir. Daha çox ağbəniz insanlar qızarmağa meyillidir. Günəş şüasından, yəni bronzlaşmır da, daha çox qızarıqlıq müşahidə olunur bunlarda. Bəli, onda yəni hətta günəş kremlərini, məsəl üçün bu kosmetik sahədə olan dermatokosmetik məhsulların içərisində sırf günəşə qarşı allergisi, həssaslığı olan bəli SPF-lər var ki, hansı ki sırf onlar üçün seçilir və yaxud da ki faktoru 50 faktorun daha üstündədir. Bu günəşə qarşı allergisi olanlar üçün, birinci fototip olanlar üçün daha uyğun hesab olunur. Əvvəllər məsələn mənim qarşıma çox çıxırdı. Fərqli SPF-lər var idi. 30, 50, 90, hətta 60, 90 belə bir şeylər. Bəs bu vasitələri son vaxtlar biz mağazalarda ümumiyyətlə görmürük. Bunun səbəbi nədir? Bu sadəcə olaraq bu bir marketinq qaydası idi. 50-dən sonra belə 60, 70, 80, 90 əslində bu belə bir şey mövcud deyil. Yəni tam olaraq belə deyək də standartlaşdırılmış 30, 50 SPF və nadir hallarda 100 SPF-ləri də biz görmüş oluruq. O da yenə dediyim kimi 100 SPF-i biz verə bilirik kimlərə? Birinci fototip olan insanlara verə bilirik. Daha sonra günəşə qarşı allergisi olanlara verə bilirik. Vitiligo kimi problemləri varsa, hətta onlara belə təyin edə bilirik. Bir də bir şey soruşum. Keçən dəfə biz bu günəşlə bağlı mövzularımızı sosial mediada paylaşarkən izləyicilərimizdən biri yazıb ki, bu qədər günəşi pisləyirsiniz. Bu günəşin heç mi yaxşı tərəfi yoxdur? Heç mi faydası yoxdur biz onu götürək? Əlbəttə günəşin faydalı təsirləri də var, zərərli təsirləri də var. Gəlin öncə faydalı təsirlərindən danışaq. Faydalı təsirləri dedikdə biz günəş şüalarının təsiri altında bizdə D vitamini sintezi olunur. Ən əsası bizim üçün vacib olan məqamlardan biridir. Dərimizin immun sistemi formalaşır. Dərimizdə hər hansı bir iltihabi proses varsa, bayaq dediyim kimi aknedirsə, günəş şüası lazımdır ki, həmin o aknenin quruması üçün belə. Və yaxud da sağlam şəkildə biz bronzlaşa bilirik təbii ki. Amma zərərli təsirləri artıq bu UVA şüalarının təsirləridir ki, hansı ki bizdə ləkəni əmələ gətirir, dəri xərçəngini əmələ gətirir, bizdə fotoyaşlanmaya səbəb ola bilir, ağır formada günəş yanıqlarına, fotodermatozlara gətirib çıxara bilir. Yəni bu kimi məqamlar var. Təbii ki, biz günəşi sevməliyik, eyni zamanda onun zərərli şüalarından da qorunmalıyıq. Bir şey də soruşum. Bu sual da məni həmişə maraqlandırır. Məsələn, biz isti bir ölkənin vətəndaşıyıq. Azərbaycan günəşdə məruz qalmamız yüksəkdir. Amma məsələn,
Tutaq ki, hansısa bir Skandinaviya ölkəsinə və ya soyuq bir ölkəyə gedəndə biz yenidən SPF-imizi və rutinimizi dəyişmək məcburiyyətində qalırıq, yoxsa necə? Halbuki bizim dəri tipimiz yenə də 3 və ya 4-cü dəri tipidir. Düzdür. Məsələn, əgər soyuq bir ölkəyə gedirsən, hətta soyuqdan dağ şəraitində də belə biz bilirik ki, günəşin yəni şüasından biz yana bilirik. Zərərlərinə, daha doğrusu zərərli təsirlərinə məruz qala bilirik. Ona görə fərq etməz. İsti ölkədə yaşayırıq, soyuq ölkədə getmişik, səfər etmişik, mütləq şəkildə bunu istifadə etməliyik. Biz müşahidə edirik ki, məsəl üçün qış aylarında, məsəl üçün dağ şəraitində hər hansı bir istirahətə getmək istəyəndə bu günəş yanıqlarını yəqin ki, müşahidə Bəli, etmisiniz. Bu o deməkdir ki, fərqi yoxdur. Hətta yəni tutqun havada belə biz UV şüalarının zərərlərinə məruz qalırıq. Yəni bunun fərqi yoxdur. Biz Norveçdə getsək, yenə orada öz SPF-imizi istifadə etməliyik. İstifadə etməliyik, amma ki, günəşli ölkədə bunu daha sıx şəkildə istifadə edə bilərik. Amma o məsəl üçün soyuq ölkələrdə yəni bir o qədər də risk faktoru bir o qədər də yüksək deyil. Bir də bir şey soruşum. Yəni hər hansısa bir mövsümdə günəş şüaları dəyişir, yəni təsiri dəyişirmi, yoxsa hamısı standart eyni olur? Sualımı ona görə verirəm. Uşaqlıqda, yəni valideynlərdən ən çox eşitdiyim söz o ki, yazın günü daha pis yandırır. Və həqiqətən belə düşündükcə, baxdıqca, yəni görürsən ki, yazda daha çox qaralırdıq, yayda və daha tez, daha sürətli. Bu günəş şüalarının yəni hər hansı bir dərəcəsinə görədirmi, yoxsa hər hansısa başqa Bəli, bir faktor? dərəcəsinə görədir. Fikir versəniz, hal-hazırda telefonlarımızda da biz onu görə bilirik, indeksi. İndeks yüksək olduqda, məsələn deyirik ki, bu gün daha yüksəkdir, UV-ya daha yüksəkdir. Ona görə günəşdən qorunmamız daha mütləq şəkildə olmalıdır. Ona görə bu şəkildə deyilir ki, məsəl üçün yazın günəşi və yaxud da yayın günəşi bu hansı bir deyimlərdir. Təbii ki, qışda biz buna bir o qədər də riayət eləmirik. Çünki soyuq havalar olur, düzdür, çəkməliyik, qorunmalıyıq, amma yenə dediyim kimi risk faktorumuz aşağıdır. Amma yay aylarında bu daha intensiv şəkildə olduğu üçün məsləhət görülür ki, daha sıx şəkildə biz günəş qoruyucu kremlərdən istifadə eləyək. Bu da yenə dediyim kimi indeksinə görə əsaslanır. Yəni UV indeksi daha yüksək olur yay aylarında. Son olaraq mən bir sual da vermək istəyirəm. Ümumiyyətlə günəşin təsiri sadəcə bildiyimiz yanıq, allergiya, ləkə deyil. Günəş daha çox avtoimmun xəstəliklərdə də tetikləyən əsas faktorlardan biridir. Bəs o insanlar özlərini necə qorumalıdırlar günəşdən? Tətikləyən faktor da eyni zamanda da məsələn, amma günəş şüaları bu kimi pasientlərə, xəstələrə bir o qədər də xeyri ola bilər. Bu Adətən şəkildə mən izah edə eşitmişəm bilərəm. ki, vitiligo Məsələn, falan günəşdən uzaq durmalı. Günəşdən uzaq olmalıdır. Vitiligo tamamdır, amma məsələn psoriaz kimi məsələn xəstəliklər olur ki, onlara deyilir ki, məsələn günəş şüası almalıdır. Təbii ki, qorunmalıdır. Vitiligo dediyiniz pasientlərdə SPF faktoru ən yüksək olmalıdır, tətikləyən. Və yaxud da ki, dediniz autoimmun xəstəliklərdə, reumatoid artritlər falan məsəl üçün biz özümüz də rastlaşırıq, çünki bir sıra tədbirlər keçirilir. O tədbirlərdə görürük ki, nəmləndirici ilə yanaşı hər zaman deyirlər ki, çünki autoimmun xəstəliklərdə dəri quruluğu falan müşahidə olunur. Bunlarda nəmləndirici ilə yanaşı hər zaman deyirlər ki, SPF mütləq biz önəririk. Və düşünürəm ki, yəni bu mütləqdir, yəni istifadə etməlidir, amma bəzi hallarda da yenə dediyim kimi o şüanı almalıdır. Zərərli yox, zərərsiz olan günəş şüasını biz qəbul etməliyik. Gəlin belə bir maraqlı sıralama eləyək. Əgər günəşin təsirinə ən çox məruz qalan xəstəliklər və ya problemlər varsa, bunları 1-5 arasında necə sıralayardınız? Hansı dəri problemləri daha təhlükəlidir? Günəş onun üçün hansı daha az təhlükəlidir? Birinci yerdə düşünürəm ki, pigmentasiyalı dərilərdir. Daha sonra autoimmun xəstəlikləri. Üçüncü yerdə rozasiyaya həssas reaktiv dərilər. Dördüncü yerdə isə akneli və yaxud da ki, qızartıya meyilli dərilər və yaxud da səpkiyə meyilli dərilər. Bunların yəni sıralamada bu şəkildə ola bilər. Günel xanım, son olaraq günəşdən qorunmaq üçün və sağlam dərimiz üçün hansı günlük rutinimizi həyatımıza əlavə eləməliyik və ümumiyyətlə izləyicilərimizə hansı lifehacklarınızla bölüşə bilərsiniz?
Ümumiyyətlə, öncəki müsahibəmdə də dedim, SPF-in fəsli yoxdur günəş qoruyucusunun. Hər fəsildə istifadə olunmalıdır. Buna xanımlarımız, bəylərimiz xüsusilə diqqət yetirməlidirlər və ən azından yay mövsümündə rutin olaraq rutin qulluqdan təmizləyici və günəş kremimizi ən azı 2 məhsulumuzu rutinimizdən əksik etməməliyik. Təbii ki, bunu seçim olaraq daha da artıra bilərik. Biz burada kremlər və yaxud da digər toniklərdən falan da istifadə edə bilərik. Ən azı yuyucu və SPF mütləq şəkildə bizim rutinimizdə olmalıdır və dərimizi düzgün şəkildə təmizləməliyik, düzgün məhsullardan istifadə etməliyik. Hər dəri öz tipini tanımalıdır. Hər kəs öz dəri tipinə belə deyək də daha yaxından bilməlidir ki, mənim dərim hansı tipdədir və doğru məhsul istifadə edeyim. Çünki doğru olunmayan bir məhsul dərimizdə müxtəlif fəsadlara yol aça bilər. Onun üçün mütləq şəkildə dərimizə uyğun və yüksək keyfiyyətli məhsullardan istifadə olunmalıdır. Son olaraq demək istəyirəm ki, günəşli havalarda biz günəşi sevirik. Onun zərərli təsirlərindən də mütləq şəkildə qorunmalıyıq. SPF-imizi, günəş qoruyucu kremimizi heç zaman əskik etməyək. Çox sağ olun Güney xanım. Çox ətraflı məlumat verdiniz. Elə özümüzün də bilmədiyimiz bir çox mövzulardan sizə sual verdik və özümüzə də çox maraqlı oldu. Bir daha çox sağ olun. Görüşənədək. Mən də təşəkkür edirəm sizə dəvətiniz üçün, gözəl həmsöhbətli olduğunuz üçün. Hər birinizə Təşəkkürlər. minnətdaram.